Kanal Gəncə vlogu ilə davam edir. Əslində birinci vlogun tam ardı hesab oluna bilər. Çox plansız şəkildədir. Bəzən belə şeyləri daha çox sevirəm. Planlasan yola çıxmırsan, amma plansız şəkildə də göydən düşmək kimi bir səfər olur. Naftalana dəvət almışdım. Naftalanla qayıdan başı Mingəçevir kitab sərgimiz var və arada 2 günü nə edim, Bakıya qayıdımı, təzədən gəlimmi deyəndə doğma Gəncəyə qayıtmaq daha gözəl oldu. Çünki birinci səfərdən əslində YouTube üçün birinci səfər idi. Gəncəyə mütəmadi gəlirəm. Natamam qalmış işlərimiz vardı. Şəhər çox gözəldir, çox tarixidir. Ona görə də burada nəyi necə çatdırılmağı da bir başqa ayrı bir mövzudur. Keçən səfərimizdən əvvəlində gördüyüm, lakin vlog üçün çəkmədiyim bir yer qalmışdı ki, buranın xüsusi bir əhəmiyyəti var. Səbiskar qəbristanlığıdır bura. Gəncənin demək olar ki, vizit kartlarından biri sayıla bilər. Erkən qəbirlər 16-17-ci əsrdə burada qazılmağa başlanılır və ərazidə hazırda 18 türbə var. Xoyskilərin türbələridir, Göraninin türbəsidir və Difai xiyabanı, Difai təşkilatının quranların xiyabanı da var. Bunları indi çəkib göstərəcəm. Gəncə Regional Turizm Mərkəzi və dostumuz İlkin yenə mənə kömək eləyir. Çox sağ olsun. Kömək edənləri heç vaxt unutmamaq lazımdır. Bu qəbristanlıq haqqında bu eşitməyimin xüsusi bir tarixi var. İraqda 2023-cü il martında İraqdaydım. Nəcəfdə çox böyük bir qəbristanlıq var. Onu bilirsiniz, çəkib paylaşmışdım. Və bir qəbristanlıqda ən çox qəbirlər olan dünyada belə bir adı qazanıb. Səssizlik vadisi adlanır. Və məhz həmin o qəbristanlığın paylaşılandan sonra orada yerli gəncəlilər yazmağa başladı ki, bizim Gəncəmizdə də belə bir yer var ki, bir ərazidə bir neçə dənə məzarlar bir yerdə olur, üst-üstə olur. Belə bir diqqətimi çəkdi. Çünki elə bir məlumat ötürülə bilər ki, o məlumat səni yola çağıra bilər. Səbiskar qəbristanlığın da talihi elə oldu. Sonrasında özüm gəldim, çəkdim, baxdım, maraqlı idi. Bugün qismət YouTube üçün vlog hazırlamaqdır. Yeni Gəncə vloguna xoş gəldiniz. Səbiskar qəbristanlığındakı 18 türbədən ən məşhuru Xoyskilərin türbəsidir və burada yuxarıda da qeyd olunduğu kimi Xoyskilər, Xoyski dümbülü və Batman qılınc nəsli hamısı dəfn olunub. Bunun özəlliyi bu türbələrin və ümumilikdə Səbiskar qəbristanlığını bu şəkildə önəmli edən, məşhur edən amili qeyd edim. İçəridən də görsəndiyi kimi burada divarlarda şəkillər görsənilir və aşağıda yazılan, əski əlifba ilə də yazılan da o da başdaşı sayılır. Ərazi içərisində deməli ümumilikdə bu türbə daxil, türbənin aşağısında neçə nəfər dəfn olunubsa hamısının şəkilləri var. Ümumilikdə 11-12 nəfər olmalıdır. Özəllik də odur. Demək, qəbir görsənmir, amma həmin 11-12 nəfərin hamısının qəbri məhz bunun aşağısındadır, türbənin altındadır və özəllik də tam da əvvəldə qeyd elədiyim ki, məsələ odur ki, bir nəsil hamısı bir yerdə dəfn olunurdu, bir türbədə daxil olunurdu və bunların xüsusi belə girişləri var idi. İndi o biri türbədə göstərəcəm. Bəlli ki, burada ya altda qalıb, ya da ki, üstü bağlanıb. Bu şəkildə bir, necə deyək, giriş deyək, qapağı açırdılar, buradan girirdilər, ölən insanın nəşini qazırdılar, içəri qoyurdular və görürsünüz, burada məsəl üçün 6 nəfər var, arxada 5 nəfər var, baxırsan belə hamısı üstü belə örtülüb, kimsə dəfn olunsa əlavə olsun. Şəklin hədir burada, şəklin vursunlar. Amma dəfn etmə məhz bu ərazidən belə bu şəkildə qapaq açılır, içəri girilir və dəfn olunur. Məsələn, buradakı bu ərazidə burada yazılıb ki, Əmir Xan Xoyski nəvəsi, bəlli ki, artıq qapı yoxdur, həmin itirilib. Ona görə də türbə içində dəfn etməyiblər. Gedək əlavə bir dənə türbə göstərim, çox maraqlıdır. Bir də bu Xoyskilərin türbəsinin yanında keçən dəfə də mən gələndə görmüşdük. Burada çox qədim qəbirlər var və onların üstündə belə bir rəsmlər var. Bunların Səfəvlərdən qalma olduğu deyilirdi, amma məlumatı dəqiqləşdirmək lazımdır. 19-dur. Bunlar. Yəqin ki, onu qapaqda açılıb içəri qoyulur. Müdafiə eləməyə sonra. Yəni onu tez-tez açırdılar. Məsələn, çoxsunda qıfıl olur. Onu açırlar, təmizləyirlər, sonra örtürlər. Maraqlıdır. Daha bir nümunələrdən biri, görürsünüz burada da rəsmləri qoyulub, amma onların qəbirləri artıq buradadır. Bu şəkildə görsənilir, içərisi naxışlıdır, günbəz də gözəldir. Allah hamısına rəhmət eləsin. Və burada həmin o bariz nümunə məsələn qorunub saxlanılır, açırlar, içəri girirlər, qəbri dəfn edib, ondan sonra şəkli türbənin üstünə vurub
bu şəkildə dəfni tamamlayırlar. Bu türbədə Gəncəli xeyriyyəsi, məşhur xeyriyyəçi Hacı Mir Qasım ağanın türbəsidir. Onun nəslinə aid türbədir. Neçə nəfər görsən içəridədir? Məsələn, başda öz şəklidir, başda fotoğrafı. Marağı tərəf odur ki, ortada qəbir görsənmir. Hamısı torpağın altındadır. Bəli, qəbir daşlarını bu formatda düzüblər divara. Onlar hamısı əskicə yazılanlar qəbir daşlarıdır. Çox maraqlı. Yaxından görə bilmirik, oxuya bilmirik falan. Türbənin birində belə yazılar görürük. İlkin bu nə yazılardır belə? Deməli, burada türbənin düz kim aid olduğu dəqiq bilinməsə də, yəni görünür, harasa keçən əsrin əvvəllərində bura məşhur bir ziyarətgah olur və bura gələn insanlar öz niyyətlərini və ya türbədə dəfn edən bir məşhur şəxsə inanaraq bura gəlib, öz arzularını və yaxud da onun xatirəsinə ehtiram olaraq divarda bayatılar, şeirlər və mərsiyə tipli yazılar yazıblar. Məsələn, onların bəzilərində yaxından bunu çəkə bilirik. Məsələn, burada yaxından oxuyanda burada bayatı yazılıb. Həm Kiril qrafikasından, həm də əski əlifba ilə Azərbaycan dilində yazılıbdır. Bu da 1960-cı il yazılıbdır. Məsəl üçün, burada baş daşlardır bunlardır. hə, onlar da əlbəttə ki, baş daşlardır. İndi bu tərəflərdə Tərəfdədir. nə yazıbdır ora? Kızını yatırmış. Господи, спаси от друзей и от врагов. Ha, bu Rusçayadır, hə. Dilində fərqi yoxdur, yəni, hə? Hə, fərqi yoxdur, nə dilində olsa belə sözlər var burada. Çox maraqlıdır. Burada ərəb qrafikası. Bu hal ancaq bu türbədə rastlanır. Bu hal burada ancaq bu türbədə rastlanır. Necə? Bu hal ancaq bu türbədə rastlanır. Hələ ki, mən bu türbədə görmüşəm. Məsələn, Hər görürsünüz, kəsə burada bayatı dedim, yazılıb düşmənin parlasa. Oxumaq. Onsuz da mən yazıq, yaralı quşam, sınıb qanatlarım, qanatlarım uçmaz olmuşam. Bülbüləm uçmağa yoxdur qanat. Kimə gəlir? 1954-cü il. 1954. Bir də burada 65-ci il. Həmin adam da öz yazıb. Dərdsizlər dərdini daşıyanların qayğısı daha böyükdür. Dünyada özü üçün yaşayanların dərdini çəkmək də ürəyə yükdür. Ozan, yəni Gəncədə Ozan məhəlləsinin Hə, keçən dəfə çəkmişdik biz bu Ozan məhəlləsini. Qəşəng baytıdır. Kənardan həmin bu türbə belə görsənir, yəni əməli bildiyimiz türbədir. Uzaqdan da o birisi türbə görsənir. Əməli türbə şəklində inşa ediblər. Bu yeganə qəbristanlıqdır ki, burada həm müsəlmanlar dəfn olunub, həm xristianlar dəfn olunub, həm yəhudilər qarışıq bir qəbristanlıqdır və yeganə belə bir qəbristanlıqdır. İçərisində xiyaban da var. Difai partiyasının demək olar ki, qurucuları buradadılar və onlara ithafən yaradılmış bir xiyabandır. Adil adında bir şəxsdir. Aha. O öz hesabına məşhur həm Gəncəli, həm də məşhur Azərbaycanlılardan üstlərdən ibarət bir xiyaban yaratdı. Bu da həm AXC qurucuları, həmçində tarixi Azərbaycan dövlətlərinin yaradılmış, məsələn Şah İsmayıl Xətai kimi, yaxud da Azərbaycan dövlətçiliyini yaşatmaq istəyən üsyankar, üsyançılar və Səttarxan kimi insanların burada abidələri doğulmuş. Bu şəxs yaradıb hə buranın onda? Hacı Adil? Yox, başqasını dedin hə. Buradan buralara baxaq, hamısına ruhu şad olsun. Eşq olsun Cavad xana. Eşq olsun Əli Mərdan bəyə. Necə insanlarımız olub, necə qurucularımız olub. Çox istərdim ki, Fətəli xan Xoyskinin nəşi Tiflisdən Gəncəyə gətirilsin. Bir dənə də Zərdüş narı qoyublar, nara oxşuyur deyəsən. Zərdüş peyğəmbər, o da Azərbaycanlıdır da, düzdür də yəni. Onu da Bu xiyaban yaradıcısı Hacı Adil Məşədi Poladoğlu. Gəncəli xeyir. Özü havası da rəhmətə gedir. Allah hamısının ruhunu şad eləsin. Davam edirik. Bu qəbristanlığın onda ən qədim qəbri hesab olunur.
Çox güman elə 16-17-ci əsrə aid olan elə məhz budur. Bu, hə, maraqlıdır. Üstündəki yazılar da çox maraqlıdır. Dili hara yazıblar onu tapamıram. Bunu Həbbə xanım yaxşı oxuyar. Bizim epiqrafik alimimiz. Bir də illər oxuyalım. Bu rəfbəylərindir. Orada da ölçmədədir. Və bayaq dediyimiz kimi qapaq hissədə məhz buradadır. Üzdə gördüyünüz kimi məzar görsənmir. Torpağın altındadılar hamısı. Ruhları şad olsun. Girişdə bizə Əsgər Ağa Göraninin türbəsi qarşıdır. Kim olub bu şəxs? Həm teatr xadimi, Azərbaycan teatr xadimi, ilk teatr xadimlərindən olub. Azərbaycan Mirzə Fətəli əsərlərini ilk dəfə teatrda oynayan şəxslərdən, yəni aktyor tip kimi oynayan ilk şəxslərdən olub. Ondan başqa Gəncənin ilk şəhər idarə rəisi olub, yəni Duma başçısıdır. Yəni Gəncə də yeganə şəhərlərdən olub, yəni Bakıdan da fərqli olaraq yeganə şəhər olub ki, Gəncənin şəhər başçısı olan Azərbaycanlılar olub. Bakıda həmişə rus və yəhudilər ya da ermənilər olub. Əsgər Ağa Görani Gəncənin ilk şəhər idarə başçısı oldu, yəni Duma rəhbəri oldu. Ondan başqa həmçinin yazıcı olubdu, publisist olubdu, onun iki dənə məşhur drama əsərləri olub. 1910-cu ildə rəhmətə gedir və burada dəfn olub. Onun üzərində bu türbənin tikirlər. Və Qarabağnamələrin yazılan Qarabağ tarixçisi Mirzə Gözəl bəyin nəvəsidir. Burada daha mütəfəkkirimiz Məhəmməd Hadinin də qəbri var, ruhu şad olsun. Arxadakı bəs nədir? Arxadakı türbə, dəqiq bilmirəm hansı kimin türbəsi, həmin türbənin memarlığını bu gün Cavad xanın türbəsinin üzərində görə bilərik. Hansı 2005-ci ildə Cavad xanın türbəsi inşa olunarkən onun memarlıq üslubunu Gəncəyə uyğunlaşması üçün bu türbənin üzərindən götürüb, onun memarlıq elementlərini ona köçürüblər. Maraqlı fakt. Tarix dünən 28 may şanlı tariximizi göstərirdi və dünən gəlmək deyil də məhz bugün gəlmək nəsib oldu. 29 may tarixində Gəncədəyin və Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin çox sıx bir bağı var. Belə ki, Cümhuriyyət qurulduqdan tam bir ay sonra iyun ayının 16-sında Cümhuriyyət Gəncəyə köçür və sentyabrın 17-sinə qədər Gəncə müvəqqəti paytaxt şəhər rolunu oynayır. Və 1918-ci ilin iyulun artıq 30-unda Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində Gəncənin tarixi adı Yezavetpoldan Gəncə olaraq bərpa edilir. Bizim Sovetlər gələndən sonra yenidən bu tarixi ad dəyişdirilir, Kirovabad qoyulur və yalnız 1989-cu ildə Gəncə yenidən öz tarixi adını artıq bir dəfəlik bərpa etmiş olur. Bugün buradayamsa, keçən dəfə biz gələndə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi bağlı idi. Bu şansı dəyərləndirməyə lazımdır. Mütləq Gəncəyə gələndə Gəncənin muzeylərini ziyarət etməyi unutmayın. Gəncəyə gəlmək çox asandır. Azərbaycan dəmir yolları ilə sürətli qatarlar da gəlir və tam mərkəzdə yerləşən Xalq Cümhuriyyəti Muzeyini ziyarət etmək düşünürəm ki, hər birimizin bir milli vətənpərvərliyi borcudur. Yəni bu bina Cümhuriyyət Muzeyi Azərbaycan Dövlət Ədəbiyyat Universitetinin nəzdində yaradılır və bu bina Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində deyilir. 100 illiyi olan dönəmdə açılış olubdur. 2018-ci ildə. 2018-ci ildə. Həmin bu fotoda, məşhur fotonun yağlı boyayla çəkilmiş versiyasıdır. Hansı ki, Azərbaycan Xalq Cümhuriyyəti ilk hökumət kabinetinin ilk nazirlərdə belə deyək. Ola bilər. Burada bizim Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında iştirak edən şəxslər, Müsasu Gəncəlilər, Yusuf Əyləsəmrəğayev, Xəlal Xasməmmədov, Rəfi Rəfibəyli. Bayaq gördüyümüz Rəfibəyli ailəsi Rəfizat bəyin ailəsində. Sağ olun, sağ olun. Sağ olun. Keçək obrazalar. Bu rəsmin çəkildiyi həmin foto budur. Azərbaycan nümayəndə heyəti Parisdədir. Bu Paris fotosudur, Gəncə fotosu deyilmiş. Cümhuriyyət Muzeyinin üzbəyiz. Cümhuriyyət Muzeyinin qarşısında ilk Azərbaycan Xalq Cümhuriyyətiləri Gəncəyə köçəndən sonra 1918-16 yılında, yəni Gəncəyə köçəndən sonra
həmin binada yerləşir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabineti və yaxud da Milli Şura deyək. Bugün həmin Milli Şuranın binası Milli Şuranın binası bugün Aqrar Universitetinin əsas baş korpusu yerləşir. amma üzbəüz. Bəli, səhv olaraq üzərində lövhə vurublar ki, parlament binasıdır, amma o lövhə yanlışdır, belə deyir. Parlament deyil. Parlament başı qızlar məktəbi. Bəs necib dəyişmirlər onu? Tamam, mən deyə bilmərəm. Bəzi sualların cavabı yoxdur. Onunla bağlı rəsmi olaraq müraciət eləmişik, yəni. Aha, inşallah olur. Çox şey səhvdir, yəni çox şey dəyişir. İnşallah dəyişərlər. Tarix Onun dəyişməsi üçün qanunvericilik dəyişməlidir. 2002-ci ildə olan qanunvericilik. İndi məndən sonra dəyişsə deyəcəklər ki, bu qızın bir şeyləri var, giriş çıxışları var. Gözəl xanımlarımız, gözəl insanlarımız. Ümumiyyətlə Azərbaycan buradan xüsusi bir qeyd edeyim. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanda hazırda çox gözəl və mühacir tarixinin çox gözəl araşdırmacısı var, Dilqəm Əhməd. Dilqəm dayanmadan çalışır. İstanbulda təhsil aldı, doktorluğu aldı və oradakı əlyazmalardan, arxivdən istifadə edərək çox gözəl kitablar ərsəyə gətirir, əsərlər ərsəyə gətirir. Mütləq Çapar nəşriyyatının və bütün kitab mağazalarında var. Dilqəm bəyin kitablarını alın, oxuyun. Düşünürəm ki, bu bizim fərd olaraq edə bilməyəcəyimizin bir fərdin ömrünü, gənclik illərini həsr etdiyi bir gözəl bir amalı nəticələrdir o kitablar. Buradan Dilqəmə dostumuzdur, gənc araşdırmacıdır. Ona böyük uğurlar arzulayıram və yola çıxdığı bu amalda heç vaxt büdrəməməyi və yorulmamağı arzu edirəm. Çünki bəzən insan yorula bilər. Əsas məsələ yorulmamaqdır və cümhuriyyətimiz, yeni cümhuriyyətimiz əbədi olsun və bundan sonra artıq üzərimizdən heç bir düşmən nəfəsi əsməsin. Bu stenddə xüsusi diqqətimi çəkən bir xəritə var və bizə muzey əməkdaşı Şəhla xanım kömək edəcək. Buyurun. Bu xəritə 1919-cu ilin yanvar ayında Paris Sukamrazdan yola düşən nümayəndə heyətinin apardığı xəritədir. Xəritənin üz nüsxəsidir və bu xəritədə Azərbaycan ərazisi 113,9 min kvadrat kilometr olaraq göstərilir ki, o ərazi 1920-ci ilin yanvar ayının 11-də dünyanın hegemon dövlətləri tərəfindən Azərbaycanın məhz Cənubi Qafqazda 113,9 min kvadrat kilometrlik ərazidə müstəqil dövlət yarandığı onlar tərəfindən de facto qeyri-şərti şəkildə tanınmışdır. Məhz bu xəritə ilə bizi de facto tanıyıb həmin Paris konfransında. Bəli, Paris konfransında nümayəndə heyətimiz dünya dövlətlərinin rəhbərləri ilə görüşür və Azərbaycanın müstəqil olduğunu onlar tərəfindən tanınmasına nail olur. Burada da açıq-aşkar görsənir ki, Zəngəzurumuz var, Şərur Dərələyəs var. Yəni bizi paramparça eləyən məhz Sovetlərdir. Bəli, 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra 20-ci ilin oktyabr-noyabr aylarından zaman-zaman Sovet Rusiyası ermənilərin Böyük Ermənistan yaratma xuliyyəsinə himayədarlıq və dəstək vermək naminə Azərbaycan torpaqlarını qopardaraq ermənilərə verib. Bəli, əvvəl İrəvanı qurban verdi, sonra da Zəngəzura qurban verdi. İrəvanda 1918-ci ilin mayının 29-unda yaranmış şəraitdən, məcburiyyətdən dolayı ermənilərə ölkə, torpaq və yaxud da başkənt olaraq, yəni paytaxt olaraq verilmişdir. Ben Demiyorlar ki Cumhuriyet'in o kadardır. Sağlığı babasını bilmirəm, Zavat xanım. Bu orijinal yoxsa? O orijinaldır, onlar orijinaldır. bu pul 500'lük. Bu 100, 250 ve 500 nominal. Ha, kağız. Bunlar bizim Cumhuriyet Bakı bon adlanan, bəli, Cumhuriyet dövründə tədavülə buraxılan pullarımızdır. Eyvallah. Bu arada qeyd edim ki, muzeyə giriş pulsuzdur, ödənişsizdir. Yəni giriş pulu vermirsiniz. Sizdən sadəcə olaraq gəlib ziyarət etmək tələb olunur. Yenidən o otağa qayıdırıq, çünki otağın qəşəng bir tarixi var. Onun haqqında danışaq. Sizə də maraqlı olar deyə düşünürük. Bu otaq Azərbaycan Xalq Cümhuriyyətinin 3 hökumət kabinetinin rəhbəri Fətəli xan Xoyskinin, xüsusilə də Gəncə hökumətinin rəhbəri olduğuna görə xəyali bir otaqdır. Amma bu əşyaların böyük əksəriyyəti Şeyx Zamanların mülkündən gəlib. Yəni həmin əşyalar 1918-20-ci illərdə onlar tərəfindən istifadə olunmuş əşyalardır. Təbii ki, otağa əlavələrimiz var, amma böyük əksəriyyəti o dönəmi özündə əks etdirən əşyalardır. Xoşum gəlir Fətəli bəyin də şəxsiyyətindən. Çox istərdim ki, Nəşi Azərbaycana qayıtsın. Bəlkə bir gün. Nizami
Nizami Gəncəvi məqbərəsi əslində 1941-ci ildə inşa olmalıdır. Yəni Nizami ilə bağlı hər şey Nizami Gəncəvinin səhv eləmirəmsə 850 illik yubileyinə uyğun olaraq həmin ildə 41-ci ildə olmalı. Onun türbəsi, şəhərdə qoyulan heykəli falan. Amma 2-ci Dünya müharibəsinin başlanması bu planı yalnızlayır. Və amma bu müharibə olsa belə Nizami Gəncəvi 800 illik yubileyi elmi formada, yəni beynəlxalq deməyək də, yəni SSR səviyyəsində indiki Sankt-Peterburq şəhərində şəhərin blokadası olan formatda keçirilə bilir. Yəni biraz yarı-yarımsız falan olsa da keçirilə bilir. Ancaq digər məsələlər müharibə bitəndən sonraya qalır. 1945-dən sonraki dövrə qalır. Məsələn üçün 1945-ci ildə artıq türbənin məqbərə deyək, onun layihəsi qızılır və bir neçə layihə ilə olur. Amma ondan biri bəyənilir və 1946-cı ildə səfərlərimsə məqbərə tikilir. Amma həmin məqbərə ağ rəngdə olur, yəni tikindən fərqli olur, ağ rəngdə olur. Yəni ağ məqbərəsə daşdan tikilir və onun giriş portalında, məsələn biz girəndə birinci məzar daşını görürük. Həmçinin onun bəzi şeyləri də səhv yandı. Məsələn, onda 1141-1203-cü ildə öldüyünü inanır. Amma bu da sonraki araşdırmalardan sonra görülür ki, bu yanlışdır. Onu düzəltdilər, 1909 oldu. Amma SSR dağılandan sonra, 1970-ci illərdə bu alüminium zavodun buraxdığı çirkab tozları, kimyəvi maddələr məqbərənin ağ rəngdə olduğunu, onun tikinti materialını zədələyir də, rəngini dəyişirdi, onu kimyəvi reaksiya edir. Biraz da oxalanlar deyən bir təhlükəli vəziyyətə düşürdü. Sırf ona görə dəyişir rəngi. Bu da bəli, məqbərənin vəziyyəti çox pis vəziyyətə qoyuldu. Ona görə də 1991-92-ci illərdə Qotman Sücətdinov, sonra yanında digər memar və kim? Qotman Sücətdinov çöldə heykəlləri var, baxırız, onları işlətdir. Həmçinin burada olan portalı doğrusu biz hal-hazırda Nizami məzarını baş edirik. Bunun bu formatda olması dünyada iki yerdə bir Napoleonun mavziliyindədir, bir də Nizami Gəncəvidədir. Həm bu Fərman İmamlıyıq, həmin bunun formatda olmasının Napoleonun məqbərəsindən götürür. Özü o Parisdə olanda o formatı oradan götürür və belə baxanda görürsən, möhtəşəm bir fikirdir. Yəni doğru bir fikir olur. Məncə özbəklər bunu bilsə Əmir Teymura tətbiq edəcəklər. Amma bütün yüksək səviyyəli qonaqlar birbaşa Nizaminin məzarını ziyarət etmək üçün onlar şirkətdən gəlirlər. Hə, aşağıdan gəlir. Amma biz digər şəxslər təbii ki, buradan ziyarət edib baxa bilirik. Bu da onun əsərlərindən məşhur kəlmələr şeydir. Ruhu şad olsun. Bunların hər Dahi Nizami. Pəncərələrin çizraflarının sayının 5 olması xəmsə ilə əlaqədardır. Hər biri bir poemasına ithaf olunur. Həmçinin ayna və çizraflarda gördüyümüz şüşələr isə şəkil memarlığı üsulundadır. Ümumi məqbərənin özü isə Naxçıvan memarlığı üsulundadır. Mümnə xatun türbəsində də bəli. Və fikir versəniz ki, pilləkənlərin bəzisi də 5 dənədir. Bu da xəmsəni vurğulamaq üçün qoyulub, nəzərdə tutulur. Məqbərənin üstündə çıxıntılar var, onların da deyəm mənası var. Onlar onun Fərhadın üstü yazması. İskəndərlə Bərdəli Şahmat Hansı görüşü. Sonra Sirlər Xəzinəsi, Bayquşların söhbəti və Şahmat Leyli və Məzmun. Leyli və Məzmun vəhşi heyvanlar. Bu foto 1911-ci ildə çəkilibdir. Harasa Gürcüstan rəsm qalereyasında saxlanan, harasa Gürcü rəssamı tərəfindən çəkilmişdir. Əvvəl belə olub onda. Hə, əvvəl belə olub. Sonra dağıdılandan sonra bu formata düşür. Sonra bunu dağıdırlar 1930-cu ildə. Onun üzərində qəbrini tikilir, düzəldirlər. 1947-ci ildən sonra 800 illik yubileyində ağrı. Ağrıyındadır. Ondan sonra 1990-cı illər 870 illik yubileyində artıq bugünkü formata salır. Qırmızı mərmərdən düzəldirlər. Bu Gəncə Tuval kitabının üzərində, nağıllarda falan
Burada da ölür, qəbul sağlayır, leş heyvanlar diyarında olur. Məşhur Şeyx Bahəddin. Bu hiç Amoli olduğunu bilmirdim ama. Amilidir aslında. Ayəqin ki, İsfahanda Nakşi Cahan meydanının oradaki məscidlərin, bizim Gəncənin mərkəzindəki hamamın banisi sayılır. Möhtəşəm insan olub. Yəni eləcə memar olmayıb. Şeyx Bahəddinin əsərlərinə, memarlıq əsərlərinə, düşüncələrinə baxanda heyran olursan ki, əslində zaman-zaman memarlıq elə bilirsən ki, inkişafa deyil, məhz tənəzzülə gedib. Siti Gəncəvi ilk dəfədir belə bir xanım eşidirəm. 12-ci əsr görkəmli qadın mütəfəkkir və şairi. Bilmədiyimiz hələ nə qədərlər var. Türbədən sonra çox maraqlı bir yerə gəlib. Demək, ümumiyyətlə mənim Instagramda da, YouTube'umda da çox keyfiyyətli izləyicilər var və keçən dəfə Gəncə vlogunun altında bir şərh yerində adınızı buradan xatırlaya bilmirəm. Buradan sizə çox böyük bir təşəkkür bildirirəm. Yazdı ki, bəs Gəncə qalasının qalıqları da var. Doğrusu mən onu eşitməmişdim. Nə bilə bilərdik ki, bizim bildiyimiz yalnız Gəncə xanlığı dövründə olan müharibə zamanında dağıdılmış qalan divarlardır. Lakin haqqında bəhs edilən daha qədimdir, daha erkən orta əsrlərdə və Səfəvilər dövrünə gedib çıxır. Bu ümumi deməli Gəncə dəmir yol xətti var, Qazaxa kimi uzanan. Onun altından da bir dənə belə Gəncə çayı axır və çayın qırağında olan bir yerdir. İndi həmin qala divarların qalıqlarına doğru getməyə çalışır. Görək ki, ümumiyyətlə həmin qala divarlarına nə qədərində bir qalıqlar var. Aha, bir dənə bir kameranı çevirim. Axan Gəncə çayıdır. O tərəfdən axır. Hə, oradan axır. mənzərə çox gözəldir. Uzaqda nə görsənir? Uzaqda İmamzadə görsənir. Çox sevdim İmamzadə. Bugün İmamzadəni təzədən çəkmirəm. Çünki birinci vlogumuzda İmamzadə haqqında geniş bir məlumat vermişəm. Ona mütləq baxın. Uzaqda o hissədir, hə İlkin? Oradır. Qala divarlarında, qalıqları haqqında bəhs etdiyimiz yer də oradır. O tərəfə keçməyə indi kanalda sonra görə əgər imkan olsa keçəcəyik. Tam bu ərazilə. Məsələn, yerə baxanda qırıqlarının görərək belə küpə qırılır. Yəni bu yazı buranı Burada qazıntı aparılsa necə səncə? tam aparılanda faydalıqlar. Çünki materiallar Gəncə qalasının dağdan əsas faktorunu zəlzələdir. Onda belə çıxır ki, tarixi xronologiyaya baxsaq, sırf bu qaladan sonra artıq Gəncə xanlığının da dönəmindəki mərkəz qala sonra olub. Şah Abbasın dövründə burada olan qala, Beylikdə, yəni belə başdan deyim, Səfəvlərin dövründə Gəncənin mərkəzi yox, mərkəzi şəhərin özü yox. Şəhərin özü ətrafı da şəhərin. Sadəcə şəhərin mərkəzi deyəndə xan və oranı idarə edən şəxslər və ondan sonra deyirlər ki, Şah Abbas Gəncəni köçürür. Aslında Gəncəni köçürür, onun mərkəzini köçürür. Və indiki Gəncənin olduğu yerə köçürür, mərkəzi hissəsini. Qalanın şəhərin mərkəzi qalasını, Bəli. Orada tikilir. Və ondan sonra Gəncənin mərkəzi onun ətrafında bir daha böyümeye başlayır. Və ondan sonra 1825-ci ildə Osmanlı Gəncəni bir daha ondan sonra eyni qalanı bir də bərpa edir. Yəni bugün Gəncənin mərkəzində xan bağında olan həmin qalanı Osmanlıların adıyla bağlayırlar ki, əslində bu Osmanlılar tərəfindən 1590-cı illərdir ki, bu məntiqi cəhətdən böyük bir səhvdir. Niyə? Məntiqi cəhətdən Osmanlılar oranı itirmişdirsə 1590-cı ildə Şah Abbas necə ola bilər ki, yerini dəyişib yeni eyni yerə gətirir. Amma biraz məntiqi cəhətdən düzgün olmadığına görə, yəni bu versiya daha doğrudur ki,
həmin dedikləri məsələ 1726-cı ildə həmin qalanın Osmanlılar tərəfindən yenidən bərpa olunmasıdır. Yəni Osmanlılar qalanı tikmir. Burada olan qalanı tikiblər 1588-90-cı illərdə. O da tikiblər deməyək, əvvəl qala olsa az sonra bərpa edilir. Biraz daha böyük. İnşallah burada qəşəng bir qazıntı sahəsi aparmaq. Şəmkir, bu arada Şəmkir qalasındakı qazıntılar çox əladır. Mən orada da olmuşdum. Düz əsas məsələ bu arxeoloji qazıntılarda qazandan sonra konservasiya işləridir. Onları çox yaxşı şəkildə qorumaqdır. Bu baxımdan tərtib edilir. Mütəəssir Ağsu şəhərinin Varis müəllim Xəlilini, Qafar müəllim Cəbiyev, Elmar xanım Abbasovanın zəhmət etməkləri çox möhtəşəm işlər görülür mütəəssir Ağsu şəhərində. Və ona görə də hər bir qazıntıdan sonra qazıntı nə qədər önəmlidirsə, qazıntıdan sonra əldə olunanı qorumaq da bir o qədər önəmlidir. Hazırda elə olduğumuz yerdə qalanın qalıqlarıdır. Bu hissəsi də burada və həqiqətən də burada çoxlu burada da görsənir keramik qalıqları var. İndi kanal genişdir. Yer axtarırıq ki, daha dar hissədən qarşı tərəfə keçək. Çünki demək olar ki, qalanın əsas hissəsi məhz o əraziyə düşür. Bir fundament. Fundament kimi. Kanala keçə bilmədik, amma körpünün üstünə gəldik. Burada daha yaxşı qalıqlar görsənir. Biz bayaq o hissədəydik, körpünün yanındaydıq. İndi körp oradaydıq. Oradaydıq da. İndi də bər tərəfə gəldik. Buradan daha yaxşı görsənir. Amma inşallah yaxşı ki, bunu artıq özünüz eləyərsiniz inşallah. Qəşəng bir araşdırma. Bir də gördün qazıntılara səbəb oldu. Əlasan Gəncə. Hər zaman önəmli məsələlərdən biri o olur ki, getdiyimiz yerdə harda qalaq. Instagram platformasında mütəmadi bununla bağlı silsilə postlar paylaşıram. Gəncədə isə bugün çox gözəl yerlər var qalmaqdan ötürü. Sizin üçün seçimlər, fərqli seçimlər verilə bilir. 5 ulduzlu otellər də var, 4 ulduzlar da var. Bununla ikinci dəfədir ki, artıq 4 ulduzlu bir otel var burada, Old City adlanır. Tam da Gəncə icra hakimiyyətinin üzbəyüzdür, yolu çox rahatdır. Location olaraq yerləşməsi baxımından əladır, mərkəzə yaxındır, digər yerlərdə yaxındır və buranın personalından da xoşum gəlir, gülər üzlülər. Eyni zamanda otaqların səliqəsi ki, çox önəmli bir məqam budur. Bunu xüsusi vurğulamalıyam. Siz də Gəncəyə gəlsəniz, Old City oteli yerləşim üçün seçə bilərsiniz. Gəncə səfəri davam edir. Sırada göllərimiz var. Mən 2019-cu ildə Azərbaycan Dəmir Yolları Gəncə reyslərini buraxanda qatarları o zaman 6 gün çalışırdım və 5 günlük iş günü olduqda, 6-cı gün istirahət olduqda yadımdadır ki, şənbə çıxırdım qatardan və bazar günü qayıdırdım və demək olar ki, o ili Kəpəz ətrafı göllərin çoxunu gəzib görmüşdüm. İnanılmaz gözəldir. Bunu hər birinizə tövsiyə edirəm. Yəni təkcə Göygöl və Maral Göl adına yola çıxmayın. Mütləq qayda Kəpəzin digər göllərini də görün. Bunun üçün Göygöl qoruğuna müraciət etməniz bəsdir. Sizin üçün bələdçi də verəcəklər. Lakin göllər vloqu artıq ayrıca gələcək. Bununla Gəncənin ikinci vloqunu burada dayandırıram. Ümid edirəm ki, bəyənəcəksiniz və bu vloqdan sonra və yaxud bu vloqa qədər birincini də seyr etməyi unutmayın. Gəncə bizim çox tarixi bir şəhərimizdir və burada gözəlliklər və hekayələr bitmir. Hekayəsi olan yerlər isə unudulmazdır. İkinci vloqda görüşənədək.